Bir insan yoldan keçəndə bir deyək ki, hündür bir it ona hücum çəkib, travma yaradıb, indi bütün itlərdən qorxur. Oradakı o qorxusu bugünkü gündə daşıdığı keçmişdən gəlir bu günə. Bizim şuuraltı zeynimiz əgər anlasaydı ki, məntiqi olsaydı ki, zaman o zaman deyil. Yəni o keçmişdə yaşamışam, indi başqa bir zamandır, neçə il üstündən keçib. O zaman deyək ki, filan it idi, indi başqa bir itdir. Bunları hamısını bilsəydi biz qorxmazdıq. Amma bizim şuuraltı zeynimizin məntiq anlayışı yoxdur. Ona görə biz it artıq tətikləyici kimidir. Dərhal nə edir? Bizim travmamızı aktivləşdirir və o duyğu bugünkü günə gəlir və hiss olunur. Zamanın keçdiyini şuuraltı dərk eləmir. Doğru. Bəli. İti dərk eləyir və hadisəni tapır. Amma zamanı və zamanın keçdiyini sənin bildiyini, hiss eləmir deyənə, ona görə birbaşa səni uşaqlıqda olan, siz itdiniz, mənim Vişnovkada bağımızdakı qumlu yol yadıma düşdü. Damız yetişmişdi orada da. Əslində doğru. Yəni insan zamanın keçdiyini beyin zamanın keçdiyini fərq etmədiyinə görə birbaşa it görən kimi məni ora bağlayır ki, mən qorxuram və artıq bu mənim üzərimə hücum çəkəcək.